Neçə gündür TV-lərlə bağlı, aparıcılarla bağlı, müğənnilərlə bağlı qalmaqallar yaşanır. Artıq ictimailəşib. Demək olar ki, xalq, millət olaraq ayrılıblar. İtirazını bildirir insanlar. Ən çox da sosial şəbəkələrdə. Bu aparıcıları istəmirik, bu müğənniləri istəmirik, bu verilişləri istəmirik, bu TV-ləri istəmirik. İllərdir deyilir. Heç kim bu xalqın, bu millətin səsini eşitmir. Bir neçə gündür artıq hiss olunur ki, reaksiyalar gəlir. Bir Elşad Xose var da, rapçi. Onu bu gün mən paylaşım etmişəm. Deyir ki, aparıcısı gay, müğənnisi gay, prodüseri gay, stilisti gay, bərbəri gay. Mən onu paylaşdım. Amma doğrudan da belə güldüm ki, bu kişinin dediklərində bir həqiqəti var. Və deyildi ki, bugün mən rast gəldim, oxudum sosial şəbəkələrdə, platformadakı artıq bir-iki veriliş bağlanıb. Onlardan birisi Tolikin verilişidir, Tarix Əliyevin, digəri Elgizin verilişidir. Biri Space TV-də gedir, biri Airbet TV-də gedən verilişlərdir və aparıcılardır. Bəs digərləri, məyər bu insanlar buna görə etiraz edirdi ki, təkcə Tolikin və Elgizin verilişi bağlansın. Bəs bir nəfər var, bir zaur var. Hamını ələ salır, hamıya yuxarıdan aşağı baxır, hamıdan ironiyadan danışır. Efirdə lazım olmayan küçə jargonu sözlər var da, onları hamısını efirə gətirib. Deyir, sən Allah, sən canın, düzündür. Bunların heç birisi efirdə istifadə olunan sözlər, ifadələr deyil. O məhz efirə gətirib, yenə də deyirəm, insanları ələ salır. İnsanlar niyə görə mübarizə apardı? Ya bütövlükdə insanların bəyənmədiyi, xoşa gəlmədiyi o qırmızı xətt var. O qırmızı xəttdən keçən, bütövlükdə əxlaqsızlığı təbliğ edən, digər xoşa gəlməyən nələrisə reklam edən, gündəmə gətirən verilişlərin bütövlükdə hamısı bağlanmalıdır, dayanmalıdır, onlara bir stop olmalıdır. Ya da ki, elə niyə görə Elgizlə məhz Tarixin, Tolikin verilişi bağlanmalıdır? Məncə bu düz seçim deyil.